Lütfüzadə həvəskarları üçün 2026-cı il final turuna düşmüş 21-ci məsələnin həllinə baxırıq. Deməli, 4 nəfər körpünü qarşı tərəfə keçməlidir. Hər birinin ayrılıqda keçmə zamanı bizə verilib. 2 nəfər eyni anda keçə bilər. Əllərində fənər olmalıdır və 2 nəfər keçəndə daha yavaş gedənin sürəti ilə keçirlər. Zamanı o cür hesablanır. Burada Zarla Cəmil eyni anda keçməlidir. Çünki onlar müxtəlif vaxtlarda geçsələr, ikisinin keçmə zamanı elə təkcə ikisinin cəmi 50 dəqiqə eləyir. Bu çox olur. Belə eləyək, əvvəl Anar və Mustafa. Bu ikisi körpünü keçsin qarşı tərəfə və yavaş gedənin sürəti 5 dəqiqədir. 5 dəqiqəyə çatacaqlar. Sonra Anar, daha doğrusu Mustafa fənəri qaytarsın geriyə. 4 dəqiqə buna lazımdır. İndi Zar və Cəmil. Bunlar keçsinlər qarşı tərəfə. 29 dəqiqə lazımdır. İndi Anar fənəri geri qaytarsın 5 dəqiqəyə. Və nəhayət Anarla Mustafa yenidən körpünü keçərlər və neçə dəqiqəyə? 5 dəqiqəyə. Beləliklə bizə lazımdır 3 dənə 5 dəqiqə plus 1 dənə 4, 1 dənə 29 dəqiqə eləyəcək 48 dəqiqə.